Ən çalışqan şagirdlər bəzən, hətta bir çox hallarda ən yüksək nəticəni yığa bilmirlər. Saatlarla, günlərlə, aylarla, illərlə oxuyurlar, amma istədikləri nəticəni ala bilmirlər. Səbəbini öyrənmək istəyirsənsə, əvvəlcə videonu bəyən və davam edək. Bəzi şagirdlər masanın arxasında saatlarla oxuyur. Masanın üstündə kitab, dəftər, qələm, təhsillə, oxumaqla bağlı en qədər əşya və kifayət qədər də çalışırlar. Amma nəticə ürəkaçan olmur. Başqa bir şagird az oxuyur, amma sistemli şəkildə oxuyur. Strategiyası var, plan proqramı var, nizam-intizamlıdır, disiplinli şəkildə ona riayət edir. Pis günlərində də, yaxşı günlərində də çalışmağa davam edir. Kilit nöqtə davamlılığı. Yəni şagirdin biri çox oxuyur, biri isə doğru oxuyur, düzgün yolla oxuyur, doğru strategiya ilə çalışır. Çalışqanlıq lazımdır, şübhəsiz. Amma doğru oxuma taktikalarını bilmədən, strategiyanız olmadan və davamlı şəkildə ona riayət eləmədən çalışqanlıq sizi sadəcə fiziki olaraq, zehni olaraq, psixoloji olaraq yoracaq. Başqa heç bir şey yaramayacaq. Yalnız sonda sizə qalan tükənmək olacaq. Əgər doğru şəkildə, doğru strategiya ilə oxumaq, doğru düşüncə tərzi, hadisələrə, məsələlərə, təhsilə, riyaziyyata doğru baxış prizmasını öyrənmək istəyirsənsə, doğru şəkildə çalışıb öz potensialını maksimum dərəcədə ortaya qoymaq istəyirsənsə, mənim dərslərimə mütləq qatıl.